Yayı Sual yadıma düşdü. Yayı əvvəlcə 2 santimetr, sonra 1 santimetr dartdılar. İkinci halda görülən işin birinci halda görülən işə nisbətini tap. Deməli biz nə edirik? Birinci halda görülən işi tapsaq. Birinci halda gördüyümüz iş olacaq kx kvadrat bölü 2. Bu da bərabərdir. K x'imiz neçə idi? 2 santimetr. 2'nin kvadratı 4. Santimetr metrə çevirmirəm. Bölünsün 2. Bu belə qaldı. Bu da oldu 2k. Sonra ikinci halda görülən iş A2 bərabər olacaq. Kx2 kvadrat bölü 2 minus Kx1 kvadrat bölü 2. Çünki potensial enerjinin dəyişməsi. Buradan da mən yazıram. Deməli 1 santimetrdə uzandısa əvvəldə 2 santimetrsə oldu 3 santimetr artıq. 3 santimetr olanda bu oldu k var olsun 9 bölünsün 2 minus əvvəldə 2 santimetr idi. K var olsun 4 bölünsün 2. Bu da oldu 2'də 5k. İndi mən tərəf-tərəfə bölsəm 2'də 5k'nı bölsəm 2k'ya buradan deməli k'lar ixtisar edir 5 bölünsün 4 o deyil 1 tam %25 cavab.